Amerika Birləşmiş Ştatlarında bank uyğunluğunun və maliyyə şəffaflığının təkmilləşdirilməsi Azərbaycan-ABŞ Tənzimləyici Mübadilə Missiyası adlı proqram həyata keçirilib. Layihə Azərbaycan Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyası ilə birgə təşkil edilib. Proqram Azərbaycan bank mütəxəssislərini ABŞ-nin maliyyə institutları ilə bir araya gətirib. ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov iki ölkə arasında əməkdaşlığa diqqət çəkib. Bildirib ki, ölkəmiz Cənubi Qafqaz regionu üzrə ABŞ maliyyə bazarlarına ən çox sərmayə yatıran dövlətdir. Tərəflər ticarət və biznes əlaqələrini daha da inkişaf etmək potensialına malikdir. Azərbaycan banklarının beynəlxalq standartlara yüksək uyğunluğu bu prosesin əsas hərəkət verici qüvvəsidir. Qeyd edilib ki, son illərdə Azərbaycan və ABŞ bankları arasında müxbir əlaqələr xeyli genişlənib. Hazırda ondan çox Azərbaycan bankı ABŞ maliyyə institutları ilə birbaşa müxbir münasibətlər saxlayır. Proqram çərçivəsində Azərbaycan nümayəndələri ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi, Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi, Dövlət Departamenti, New York Federal Ehtiyat Bankı və digər aidiyyatlı qurumlarla görüşlər keçiriblər.